Bismillahirrahmanirrahim. Hər birinizi salamlayıram əziz mümin və müsəlman bacı qardaşlarımız. Allah bu mübarək ayı hər birimizə bərəkətli qərar versin. Bildiyimiz kimi Allah Taala Qur'an-ı Kərimdə möminlərə orucun vacib olduğunu xitab edir. Müsəlmanlar Allah və onun peyğəmbərini tanıdığı halda və Qur'an-ı Kərimi belə deyək ehtiramı olduqları halda onların dediklərinə olduğu kimi əməl etmirlər və ya bəzən boyun qaçırdırlar. Hədislərə nəzər salsaq görərik ki, bu məsələnin kökündə insanda yəqinin kamil şəkildə olmamağıdır. Bir insanın Allahın varlığına yəqini var, amma Allahın verilən vədələrinə tam yəqini yoxdur. Əmirul-Müminin Həzrəti Əli əleyhissalam buyurur ki, xoşbəxtdir o insan ki, qəlbi yəqinlə buruna. Yəni bundan böyük xoşbəxtlik səadət ola bilməz. Doğrudan da bir müsəlman üçün, mömin üçün ondan böyük bir xoşbəxtlik ola bilməz ki, namazdan ləzzət ala. Çünki Qur'an-ı Kərimdə möminlərin xüsusiyyətini sayanda Allah Taala buyurur ki, möminlər o şəxslərdir ki, namazların xuşu ilə qılarlar. Əgər bir insanın yəqini olsa namazında ləzzət alacaq və tutduğu orucdan ləzzət alacaq və mübarək Ramazan ayının intizarında olacaq. Haçan Ramazan ayı gəlib yetişəcək, biz ziyafətullah Peyğəmbərin öz sözü ilə desə Allahın qonaqlıq ayında pay aparacağıq və o aydan faydalanacağıq. Amma iman zəif olduqda, insanın yəqini az olduqda görərik ki, bu məsələlərdə müsəlmanlar, möminlər uzaq düşmüş olurlar. Hətta Qur'an-ı Kərimin Səcdə surəsinin 24-cü ayəsinə baxsaq, imamlıq məqamına yetişən məsumlar yəqinin sayəsində, yəni Allah Taala imamları da yəqinə yetişməyin sayəsində qərar verdiyini söylər. Yəni insan bütün o yüksək mərtəbələrə, o namazın dərk olunmasını, oruc, mübarək Ramazan ayının dərk edilməsini və ya Allahın əmrlərinin olduğu kimi dərk edilməsini yalnız və yalnız yəqin üzərində onu dərk edə bilərlər. Yəqini olsa Allah verilən vədələr haqdır. Allah namaz haqqında verilən vədələri, oruc haqqında verilən vədələri və ya bu ayda edilən sədəqələr haqqında Həzrət Peyğəmbərin söylədikləri kəlamlara yəqini olsa, çünki Peyğəmbər də Allah kəlamı deyir, mütləq şəkildə həmən insanlar Allahın dediklərinə olduğu kimi əməl edəcəklər. Amma yəqin olmadıqda, görürsünüz, mübarək Ramazan ayına qarşı biganə də olarlar, ibadətində səhlənkarlıq da edəcəklər, Allahın ayını ehtiramsızlıq da edəcəklər, Allahın ayında oruç tutanlara da ehtiramsızlıq etmiş olarlar. Allah and verə öz izzəti cəlalına, Allah bizləri yəqinə yetişən bəndələrdən qərar versin. Allah bizləri Allahı tanıyıb yəqinə çatan öz sevimli bəndələrindən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.